Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Hər birinizi xoş gördük. Sizlərə gördüyünüz baxın belə bir gözəl yaşayış kompleksinin tam yaxınlığında yerləşən əla təmirli bir həyət evini təqdim edəcəm. Baxın, Qurtuluş yaşayış kompleksi, Yeni Bakı yaşayış kompleksinin hər iki kompleksə yaxın yerdə yerləşən xubçalı, əla təmirli, bir-birindən gözəl və bu kompleksə yaxın və bildiyiniz kimi bu komplekslər yaşayış üçün zəruri olan hər bir şəraitlə təchiz olunmuş çox möhtəşəm bir kompleksdir. Yaxın, ideal təmirli həyət evini sizlərə təqdim edirəm. Və budur dəyərli izləyicilərimiz, sizlərə təqdim edəcəyim evin xarici fasad görünüşü baxın belədir. Burada iki yanaşı ev satışdadır. İkisi də bir-birindən gözəldir. Proyekt olaraq eyni proyektdə inşa olunub və bu evlərin üstünlüyü nədir? Evlərin qarşısı, yan hissəsi açıqdır. Baxın, bu evdə belə bir maşın saxlamaq üçün, iki maşın saxlamaq üçün parking sahəsi var. Küçəsi 12 metrdir. Yəni Yeni Bakı yaşayış kompleksində bütün küçələr enlidir. Eyni zamanda suyu 24 saat fasiləsizdir. Deməli, iki dənə yanaşı evdə dəyərli izləyicilərimiz, baxın, belə evlərdir. Kubiklə, qoşa kubiklə tikilib, paket damdır, mərtəbə arası monolit betonlu. Evlərin təmiri çox super səviyyədə aparılıb. Və bu ərazidə, yəni Qurtuluş və Yeni Bakı yaşayış kompleksinə yaxın yerdə yerləşən ən ucuz təklif olunan evlərdən biridir. Həyətyanı sahəsi baxın belədir. İstəsəz gələcəkdə baxın həyətin bu hissəsində və yaxud da ki həyətin bu hissəsində besetkada yığdıra bilərsiniz. Rahat şəkildə bir iki maşın tam rahat daxil ola bilir. Baxın belə bir xarici fasad görünüşü var. Deməli, evdə sadəcə suyun və qazın sayğacı qoyulmayıb, o da bu yaxınlarda qoyulacaq. Kanalizasiya mərkəzidir. Üzr istəyirəm, qazın və işığın sayğacı qoyulmayıb, o da bu yaxınlarda qoyulacaq. Suyun sayğacı qoyulub. Yəni etap hamısı qoyulur. Bu evin üstünlüyü nədir dəyərli izləyicilərimiz? Yəni hər iki evdə də, hər iki evin sağ hissəsi bir tərəfi açıqdır və ev tikilməyəcək hər iki evdə də. Evimiz yerdən kürsülüdür. Hündür zirzəmisi var. Bu ərazi nəmdən, rütubətdən uzaq bir yerdir və kompleksə yaxın olduğu üçün bütün yaşayış obyektlərinə, məktəbə, bağçaya, əyləncə ticarət mərkəzlərinə, parka çox yaxın ərazidə yerləşir. Sənət də təbii ki, kubçadır. Kombi üçün yer baxın burada nəzərdə tutulub. Çölə baxan pəncərələr şəbəkə pəncərədir və qalxırıq evimizin dəhliz hissəsinə. Baxın, belə bir gözəl, geniş, işıqlı bir dəhliz sahəsi var. Evdə istifadə olunan təmir materiallarının baxın rəng salarları bir-birini tamamlayır. Həqiqətən də çox gözəl, möhtəşəm bir evdir. Plekan gözəl şəkildə yığılıb, altı şkafdır, burada mətbəxdir, pəncərəsinin qarşısı açıqdır, tavan sputlarla bəzədilib, döşəmə istipoldur. Yəni, işıq yanmadığı üçün sizə işıqlı görüntüsünü təqdim edə bilmirəm. Burası evimizin belə bir gözəl qonaq otağıdır. Hər iki ev eyni proyektdədir. Dəyərli izləyicilərimiz, qiymətlər də çox münasib bir qiymətdir. 115.000 manatla satışa çıxarılıb. Sənədi çıxarışdır, qubçadır. Notarial qaydada halqı satqı olacaq. İkinci mərtəbəyə də qalxdıqda burada bizdə belə bir gözəl yataq otağı. Digər bir yataq otağı. Aboylardan tutmuş laminatı qapıları hamısı yaxşısından seçilir. Ümumiyyətlə bu evdə yaxşı iş görülüb. Bu böyük yataq otağından eyvan sahəsinə keçid var. Çox gözəl, əla bir evdir. Mən bəyəndim. Əminəm ki, siz də gəlib baxsaz bəyənəcəksiniz. Burada iki ev var satışda. 115.000-ə biri təklif olunur. Deməli, bütün kommunallar daimidir. Qaz, su, işıq, kanalizasiya hamısı daimidir. Sayğaclar qalıb, bunlar da quraşdırılıb veriləcək. Sağ olun, salamat qalın.